Şeyx Ənsari haqqında yazırlar. Deyir, gəldi, dedi ki, sundan yanıram, isti gün idi, Nəcəfdə idi deyəsən. Ki, su gətirin tez, su gətirincə dayandı namaz qılmağa. Namazın şirinliyi o qədər onu qərq elədi, o qədər qərq oldu ibadətə ki, deyir, bəlkə də saatla namazını dayandırmadı. Yəni, susuzluğa, təbii ehtiyaca da qələbə çalır bu ləzzət. Bu bizə gülməli gəlirsə, amma əslində belə olmalıdır. Biz həmişə demişik ki, o xüsusi insanlardır, amma Allah hamını bunun üçün yaradı. Ariflərdən biridir ki, sadəcə himmət kəmərini bağlamaq lazımdır. Meydana gir, mübarizə apar, alınacaq. Onların heç bir anasından dünyaya gələndə o şəkildə dünyaya gəlməyiblər. Özləri ilə mübarizə aparıb, bu yolu gedib gəlib o ləzzətlərə çatıblar. Dinin gözəlliyini yaşayaq, yaşadaq və göstərək ki, insanları cəzb eləyə bilək. Biz bilirsiniz, niyə çox danışırıq, cəmaatı bezdiririk? Çünki heç nə göstərə bilmirik. Cəmaat bəzən dindarların əlindən bezir. Ona görə ki, əməl yoxdur, elə hey danışıb nəyəsə sübut eləməyə çalışırıq. Keçən dəfə dedim, elə bir zamanda yaşayırıq ki, cəmaatı şeytan, iblis çirkin olan şeyləri gözəl göstərib aparır özünə tərəf. Və o hal söz eşitmək halı qalmır cəmaatda. Deyirsən də göstər. Göstərmək zamanəsidir. Elə hər zaman belə olub, xüsusən də indiki zaman. Şeytan dünyanı bəziyib, insanı aparır, fürsət olmur sən danışasan. Səni dinləyən yoxdur bəzən. Eşitmək istəmirlər. Çünki elə gözəl bir şeydir ki, insan gözəlliyi görəndə fikri ona tərəf gedir. Dünyanı o qədər bəziyirlər, pus şeyləri. İnsanın gözü qalır dünyada, sənin sözü eşitmir. Bir adamın diqqəti bir şeyə cəlb olunanda söz eşitmir. Bu təbii bir şeydir. Ona görə də dini gözəl yaşayıb, gözəl göstərsən, sözə az ehtiyac olacaq. Biz bilək kimlə rəqabət aparırıq. Biz o məktəblərlə rəqabət aparırıq ki, onların əsas işi olmayan pus şeyləri bəziyib insanlara gözəl təqdim eləməkdədir. Onların işinin adı budur. Biz belə bir məktəblərlə rəqabət aparırıq. Və bunun müqabilində dini gözəl göstərmək bizim ən ümdə vəzifəmizdir. Dinin gözəlliyini insanlara göstərmək. Dinin gözəlliyini göstərə bilməsək, insanları cəzb edə bilmərik dinə. Cəzb eləsək də dinə gəlsə də, halsız ibadət eləyəcək. Gözü dünyada qala-qala, fikri dünyada qala-qala ibadət eləyəcək. Özümüz kim eləyə biləcək insanları çox vaxt? Özümüz necə elə? Dinin əsas məqsədi, peyğəmbərlərin əsas məqsədi budur. Bu gənclər ki, günaha gedir, dünyanın hər yerində, fərqi yoxdur gəncin hansı millətdən olmasından asılı olmayaraq. Elə bilirsiniz, gənc belə rahat günaha tərəf gedə bilər. Axı Allah insan ruhunu, gəncin ruhu təmizdir, cavan adamın ruhu. Cavan adamın ruhu bu qədər günaha rəğbətli ola bilməz. Səbəb nədir? Səbəb budur ki, çox gözəl göstərirlər, gözəlliklə aparırlar. Günahın özündən çox görüntüsü gözəldir vallah. Dünyanın özündən çox görüntüsü gözəldir. Yoxsa gəncin ruhu belə rahat günaha tərəf meyllənməz. Allah belə bir quruluş verib insana ki, insan fəsada meyl eləməsin. İnsanın ruhu ibadətə meyillidir. Bəs niyə cavanlar günahın dalıca daha çox gedir dünyanın hər yerində? Çünki olmayanı, yəni pis olanı gözəl göstərirlər. Göstərmək vasitəsilə bu şeytanın bir üslubudur. Bunu Quranda da deyir ki, mən dünyanı onlara zinətləndirəcəm. Bunu yaddan çıxartmayın. Zinətləndirəcəm, bəzəyəcəm. Bəzəyin dalıca qaçır, həqiqətin dalıca yox. Bu qədər təbliğatın, fəsadın müqabilində dini gözəl göstərən yoxdur cəmaata, gənclərə. Onun alternativ olaraq dinin gözəlliyini göstərən insanlar olsa, daha tez cəzb eləyər insanları. Ona görə imamlar bizə çox təkid eləyib ki, zinət olun bizə. Çox danışmayın, zinət olun, göstərin. Göstərin, cəmaat baxsın, əməllərlə göstərin. İncə məsələlərdə irad tutub, biri səhabədir İmam Sadiqin, balıq alıb evinə gedir.
İmam yolda görür onu. Deyir, bu nə vəziyyətdir sən gedirsən? Deyir, axı özünüz buyurmusunuz ki, kişinin evinə bir şey gətirməsi ibadətdir. Deyir, mən bunu demişəm, amma balığı belə açıq şəkildə əlində tutma, pis qoxusu yayılır, insanları narahat edirsən, onu bir şeyə bük apar. Yəni, razı deyil ki, bu qədər də hər hansı bir pis qoxunun da mömindən gəlməsinə razı deyil. Gözəllik göstər insanları, onu da imam irad tutur. İnsan dinin gözəlliyini başa düşməyənə qədər dünya əhlinə həsrətlə baxa-baxa dindar olacaq. O dindarlığın heç bir faydası yoxdur. Özü dində olub, bədəni dində olub, fikri dünyapərəstlərin yanında olacaq. Hədisdə var, kimin ağlı kamil olsa, günahın ləzzətini alçaq hesab eləyəcək. Yəni, təhqirlə baxacaq dünyaya. Və günahkar da görəndə ona həsrətlə baxmayacaq, rəhmlə baxacaq. Deyəcək, kaş bu da bilərdi ki, nələr var. Biz dildə deyirik, amma inanın ki, çoxumuz bu məntiqlə yaşamırıq. Özümüz başa düşmürük axı ləzzət nədir ki, onda biz bilərik ki, dindən uzaq adam nələr itirir. Onda daha ürəklə dini təbliğ eləyərik. Daha şövqlə insanları dinə dəvət eləyərik. Elə bil ki, ləziz yemək yeyirsən, biri də oturub yeməyi dilinə vura bilmir. Xəstədir. Ona necə ürəyin yanar ki, kaş bu da sağalsın, bu ləziz yeməyin ləzzətini mənim kimi dada bilsin. Odur ki, dualarda var, Allahdan istəyin ki, dini sizə gözəl göstərsin. Dualarda var, ilahi, ibadətin şirinliyini mənə daddır. İbadətin ləzzətini mənə daddır. Bu bizim dualarımızdadır. Çünki mühüm məsələdir. Bugün ən vacib məsələdir. Mən neçə ildir bunu deyirəm, bir daha bugün təkrar edirəm. Biz dinin simasını dəyişdirməliyik. Zahirindən tutmuş batininə qədər dəyişdirməliyik dinin simasını. Dindar haqda yanlış formalaşmış stereotipləri dağıtmalıyıq. Həm zahiri görünüş baxımından ki, nə qədər təkid ediblər geyimə, ətirə, saçın daranmasına, Peyğəmbər özü bir nümunə olub bu cəhətlərdən. Həm zahiri baxımdan, həm batini baxımdan dinin simasını dəyişməyin vaxtı gəlib çatıb. Ruhiyyəmizi dəyişməyin vaxtı gəlib çatıb. Sosial şəbəkələrdə mən özüm yoxam və heç tövsiyə də eləmirəm insanlar çox vaxt itirsinlər, səhərdən axşamacan otursunlar, orada yazışsınlar. Lazımı qədər, zəruri qədər istifadə olunması yaxşıdır. Hər şeydən faydalanmaq olar. Amma həddən artıq səhərdən axşama qədər günü orada keçirtmək çox yanlışdır, ciddi səhvlərdəndir. Amma hərdən mənə göstərirlər, qardaşlar təqdim edir ki, məsələn, bax gör nə yazıblar, hansı yazışmalar, müxtəlif mövzularda, ona baxanda mən təəssüf hissi keçirirəm özümüzə görə. Bir aqressiv, küskün, qəzəbli, dindar təsəvvürü yaradır bu yazışmalar insanlarda. Bir yerdə deyiblər ki, Əliyə düşmən olan haramzadədir, bu hədis var. Amma yeri gəldi, gəlmədi, hamıya üzr istəyirəm, 100 dəfə sizdən üzr istəyirəm, getsin atasını yoxlasın ki, bu sözlərin heç bir yeri yoxdur. İndi gəliblər, artıq mən görürəm, bir-birinə deyirlər bu sözləri. Kim bundan fərqli düşünür, deyir, getsin, yoxlasın, görsün hansı nəsildəndir. Bu necə dindir, bu hansı üslubdur, hansı Peyğəmbərin, hansı imamın yoludur bu? Bizə belə din tanıtdırıblar. Bizim dinimiz budur ki, insanlara qəzəb püskürəsən, insanlara bütün günü ancaq etiraz eləyəsən. Təbii ki, zülmə etiraz dinimizdə var. Fəsada etiraz dinimizdə var. Amma hər günahkarla davaya çıxasan və yaxud batil əqidələr də var, onları da ifşa eləmək olar. Amma gecə gündüz oldu, olmadı, indi görürəm, artıq biz də başlamışıq başqa məzhəblərin alimlərinə böhtan atmağa. Olmayan bir şeyləri təbliğ eləyib sevinməyə başlamışıq ki, güya biz kimisə ifşa eləyirik. Bu şeylərə bizim dinimizin ehtiyacı yoxdur. Biz gözəllik göstərməliyik insanlara, mərhəmət göstərməliyik. Dində qəzəb də var, qəzəbin yerləri də var. Bunu dəfələrlə demişik. Amma istisna yerlərdir. Fəsadın mənbəyinə qarşı nifrət olmalıdır. Hər bir günah eləyən insana qarşı yox. Dinin gözəlliyi, ətrini, xoş qoxusunu dünyaya yaya bilsək, hamını çəkib gətirəcək
özünə tərəf din. Sözdən çox əmələ bu gün ehtiyac var. Sən gözəlliyi göstər, and olsun Allaha ki, sözsüz söhbətsiz gələcəklər haqqa tərəf insanlar.